Hamıya salam. Mənim adım Vəli bəydir. İstəyirəm bu gün sizə mərkəzə gəlməyimdən danışım, bu sağalma prosesindən. Mən necə oldu mərkəzə gəldim? Mənim həyatım elə bir həddə çatmışdı ki, mən səhər gözümü açırdım, hava açılıb, axşam da bir də gözümü açırdım ki, hava qaralıb. Ancaq narkotik istifadəsində, ancaq axtarışda, ya narkotik axtarsan, ya pul axtarsan, ya yer axtarsan, yəni bir istifadədə olan insanın, yəni narkoman. Fərqi yoxdur, ya narkoman olsun, ya qeyri bir asılı insan olsun. Bezmişdim, bir gün oturdum, qərar verdim ki, gedim dispanserdə sağam. Son baxdım ətrafıma ki, mən özüm 2 dəfə dispanserdə olmuşam, mən dağılmayayım. Dispanserdən çıxdığım gün 2 ay bir qalmışam dispanserdə, 2 ay bir qalmışam. Çıxdığım gün heç mənim 10 dəqiqə ayıqlığım olmayıb. Çıxan kimi, qapıya çatan kimi, qapıya çatmamışdan qabaq zəng edirdim, narkotik mənim qapıma gəlirdi. Sonra bir də baxdım başqa bir ətrafıma ki, mərkəz keçən insanlardır. Birinin 2 il ayıqlığı var, birinin 1 il ayıqlığı var. Yenə inanmırdım mərkəzə. Elə bilirdim ki, mərkəzdəki gedişat dispanserdə olan gedişatdır. Necə dedim, bir dənə gedim orada da özümü yoxlayayım. Mən elə bilirdim ki, mənim xəmirim elə narkotiklə yoxlayıb da, məndə alınmıyor da, mərkəzə inanmı yoxlayım. Gəldim mərkəzə, baxdım ki, mənim öndə gedənim rəhbərimin 5 il ayıqlığı var. Öndə gedənlərin, məsləhətçilərimin 3 il birində, 4 il birində yenə inanmırdım. Çünki mənim üçün bir narkomanın bir ay belə çöldə ayıq qalmaq çox böyük bir şeydir. Çünki mən onu bacarmamışam həyatımda. Prosesə qoşulduqca, vaxt keçdikcə, prosesdə olduqca, 12 addım proqramına daxil olduqca gördüm ki, həqiqətən insana sağlam düşüncə gəlir. Bugünkü gün sağ olsun, mənim rəhbərliyim Əkbər müəllim, 12 addımın rəhbəri Əkbər müəllim, mənim öndə gedənlərim, 12 addımın komandası, sağ olsunlar, bugünkü gün mənə dəstəkdilər. Yəni, dispanserlə sağalma olmur. Şükür Allah, bugünkü gün 12 addım reabilitasiya mərkəzindəyəm, 12 addım proqramındayam. Bugünkü gün həyatımda tətbiq edirəm. Şükür Allah, hər şey qaydasındadır. Buradan da asıllara səslənmək istəyirəm, narkotik aldıqçilərinə, alkoqoliklərə, qumar oyunu oynayanlara səslənmək istəyirəm ki, gəlin siz də özünüzü sınayın. Yəni, ola bilsin, inanmayasınız. Amma gəlin ən azı birinci addımı tətbiq edin. Bir dənə gəlin görün necə olur. Həqiqətən mən də inanmırdım, amma gələndən sonra görürəm ki, həqiqətən işləyir. Yəni, sağalma olur. Yeganə sağalma yolu mən burada görürəm də, başqa bir yerdə görmürəm.